Türkiyədəki kütləvi aksiyalar, boykot çağırışları Erdoğan hakimiyyətini laxlada biləcəkmi? Gücü olan seni de içeri atar, beni de içeri atar. Ne düşüneceğim yani sonuçta? Adam diyor ki bana rakibi olmasa tek başıma gideyim. Siyasi qarşıdurma ölkə iqtisadiyyatına necə təsir eləyəcək? Hakimiyyəti tənqid edən sənətçilər hökumət yönlü kanallardakı layihələrdən uzaqlaşdırılır. Fakat anlaşılan Ekrem İmamoğlu'nun cezaevine konulmasından sonra iktidar böyle bir tepki dalgası beklemiyordu. Avropa rəsmiləri bu arada Türkiyə hökumətinin üzvləri ilə təmasları azaldır. Bu dəfə əslində verilişində Türkiyədə dərinləşən siyasi qütbləşmə haqqında danışırıq. Türkiyədə yüz minlərlə insanın küçə və meydanlara axışması ilə başlayan etirazlar yeni müstəvilərə də keçdi. Müxalifətin mitinqlərini göstərməyən televiziyaların, Prezident Erdoğanı dəstəkləyən şirkətlərin boykot edilməsi aksiyası başlanıb. Türkiyədə 2013-cü ildə baş verən gezi hadisələrindən sonra ilk dəfədir ki, bu miqyasda geniş aksiyalar keçirilir. Qəzəb və yumor dolu şüarlar ölkənin dörd bir yanına yayılıb. Türkiyənin 81 vilayətinin 45-də etiraz aksiyaları keçirilib. Aksiyaçılar təkcə müxalifət lideri Əkrəm İmamoğlu'nun azadlığa buraxılmasını deyil, həm də 22 ildə hakimiyyətdə olan Rəcəb Tayyib Ərdoğanın istifasını tələb eləyirlər. Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilə planlaşdırılır. Ölkənin əsas müxalifət partiyası CHP isə erkən seçim tələb eləyir. Türkiyəli jurnalist Nevşin Mengü deyir ki, iqtidar İmamoğlu'nun həbsinə tələbələrdən və müxalifətdən belə reaksiya gözləmirdi. Bu zamana kadar Cumhurbaşkanı Erdoğan hep Türkiye'de sandığı işaret etti. Türkiye bir demokrasidir dedi ve kendi meşruiyetinde sandıktan aldığının hep altını çizdi. Ya ben milletim adına kararlar alıyorum, ben milletim adına hareket ediyorum. Neden? Çünkü sandıktan çıktım dedi. Ancak şimdi o yüzden de bu zamana kadar Türkiye hep rekabetçi otoriter sistem olarak adlandırıldı. Ancak gelmiş olduğumuz noktada Cumhurbaşkanı Erdoğan kendi rakibini yani ana muhalefet partisini şekillendirmek istiyor. Bunu görüyoruz. Yani Ekrem İmamoğlu'nu saf dışı bırakarak, diskalifiye ederek kendi karşısında kimin aday olacağını belirlemek istiyor. Bu aslında Erdoğan'ın bugüne kadar izlemiş olduğu siyasetle de çelişen bir durum. Fakat anlaşılan Ekrem İmamoğlu'nun cezaevine konulmasından sonra iktidar böyle bir tepki dalgası beklemiyordu. Fransanın Le Monde qəzeti yazır ki, Əkrəm İmamoğlu'nun həbs edilməsi narahatlıq doğuran bir dönüş nöqtəsidir. Hökumət Türkiyənin avtoritar, lakin pluralist sistemindən Rusiya və ya Azərbaycan tipli tam avtokratik idarəçiliyə keçid edir. Beynəlxalq nəşrlər Türkiyədəki hadisələrin hansı məqamda baş verdiyinə diqqət çəkirlər. Yazırlar ki, ABŞ-ın yeni prezidenti Donald Trump'ın gündəmində müttəfiq ölkələrdəki rejimlərin demokratik olub-olmaması məsələsi yoxdur. Türkiyədə Erdoğanın potensial rəqibi Əkrəm İmamoğlu belə bir vaxt həbs edilib. Avropada isə bir qədər fərqli mənzərədir. Avropa Komissiyası bu arada Antalya Diplomatiya Forumundakı iştirakdan imtina eləyib. Genişlənmə üzrə Avropa komissarı Marta Kos isə Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla görüşünü ləğv eləyib. Amma Avropa liderləri də Türkiyədə baş verənlərə Türkiyə müxalifətinin gözlədiyi səviyyədə sərt reaksiya verməyiblər. Siyasi şərhçi Nəsimi Məmmədli deyir ki, təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində demokratik proseslər zəifləməyə başlayıb. İnsan hüquqları, demokratiya bunlar indi çox da populyar deyil. İndi təhlükəsizlik amilləri, daha çox sabitlik məsələləri cəmiyyətləri daha çox narahat edir. Bu da onunla bağlıdır ki, dünyada yeni bir düzənlə bağlı qeyri-müəyyənlik hökm sürür. Rusiya-Ukrayna müharibəsi bütövlükdə region üçün, ümumiyyətlə dünya üçün ciddi çağırışlar yaradıbdır. Və mən düşünürəm ki, bu çağırışlar fonunda Türkiyənin özündə də müəyyən qədər o demokratik proseslərin zəifləməsi ehtimalı üzə çıxa bilər. Bu ehtimallar var. Bir də dünyada artıq bu da açıq şəkildə görünür ki, millətçi və mühafizəkar qüvvələr təhlükəsizlik amilinə görə cəmiyyətlərdə daha cəlbedici mövqeyə çıxır. İndi yaxın gələcəkdə bu Avropada da tam özünü göstərəcək. Politoloq düşünür ki, Türkiyədəki proseslərin gələcəyi seçici iradəsindən asılıdır. Hazırda baş verənlər isə Prezident Erdoğanın nüfuzuna ciddi zərbə vurur. Amma demokratik ölkələrdə və Avropanın özündə də bu özünü göstərir. Küçə etirazları var, insanlar etiraz edir. Amma yenə
müəyyən bir müddət sonra o etirazlar aşağı enir, seçki prosesini gözləyirlər. Növbəti və növbədənkənar seçkidə hazırki Türkiyə prezidentinin şansı xeyli dərəcədə zəif görünür. Çünki indi aparılan proseslər, etirazlar daha çox onun nüfuzuna mənfi təsir göstərməkdədir. Müxalifətin isə reytingi yüksəltməkdədir. Amma bu bugün üçün belədir. Biz indi deyə bilmərik ki, 1 il sonra, 2 il sonra proseslər hansı yöndə gedəcək. Türkiyədə hökumət yönlü media bu aksiyaların Ərdoğanın hakimiyyətini daha da gücləndirəcəyini yazsa da, Türkiyəli jurnalist Nevşin Mengü düşünür ki, hazırda Türkiyədə müxalifət iqtidar üzərində baskını artırmağa çalışır. CHP-nin müxalifətdəki başqa qüvvələri də öz gündəmi ətrafında birləşdirməyə bacarıb-bacarmayacağını zaman göstərəcək. Dolayısıyla burada bir hani CHP'nin bir koalisyonluk bir durumu yok aslında. Tabii gözler DEM Parti'nin, yani Kürt siyasetinin ne yapacağında. Kürt siyasette bana sorarsanız arada kalmış bir durumda. Aslında bu Kürt siyasetinde bu iki damar hep var. Bir kısım yani bizim hedefimiz demokrasi olmalı, hakça bir düzen olmalı, ona göre siyaset izlemeliyiz derken, bir diğer kısımsa bizi çok Türkiye'deki demokrasi ilgilendirmez, biz kendi işimize bakalım, biz kente alabileceğimiz siyasi çıkarlara bakalım diyen ayrıca bir damar var Kürt siyasetinin içerisinde. Zaman zaman bu damarlardan bir tanesi, zaman zaman bir tanesi ağır basıyor. Analitiklərin fikrincə İmamoğlu'nun həbsi onu daha da populyarlaşdıracaq və müxalifətin birləşməsi üçün zəmin yaradacaq. Amma çox şey həm də Türkiyədəki iqtisadi vəziyyətdən də asılı olacaq. İndiki siyasi qarşıdurma ölkədə inflyasiyanı artırmaqla yanaşı, biznesi də dolayısıyla siyasi proseslərin iştirakçısına çevirib. Müxalifət Ərdoğanı dəstəkləyən şirkətlərin boykotuna çağırır. Bəzi biznesmenlər isə boykot taktikasına qoşulub, qısa müddətlik dükanlarını bağlayırlar. Daxili İşlər Naziri Ali Yerlikaya boykot çağırışlarını iqtisadi sabotaj adlandırıb. Ticarət Naziri isə bildirib ki, itkilərlə üzləşən şirkətlər boykota çağıranları məhkəməyə verib kompensasiya tələb edə bilərlər. Görünən odur ki, küçə etirazları ilə başlayan siyasi qütbləşmə cəmiyyətin daha geniş təbəqələrinə sirayət etməklə dərinləşməkdədir. ABŞ və Avropadan yetərincə dəstək olmadığı bir şəraitdə bu qütbləşmənin haracan davam edəcəyini proqnozlaşdırmaq Türk vətəndaşının öz gücünə Ərdoğanın avtoritar meylləri qarşısında duruş gətirə bilib bilməyəcəyini öncədən görmək çətindir.